Salam dostlar, hər ay olduğu kimi yeni çıxan kitabları yenə də təqdim edirəm. Bu aprel ayıdır. Aprel ayında çıxan kitablar. Aprel ayında da biz çox işləmişik. Ümumiyyətlə baxıram ki, bəzi aylarda bayramlar çoxdur. Həqiqətən şikayət kimi olmasın. Amma bayramlar çox olsa da biz yenə də işləyirik, işləməliyik də. Çünki bayramda da insanlar kitab oxuyurlar. Əslində ən çox kitablar daha çox istirahət vaxtlarında, istirahət günlərində, yay aylarında oxunurlar. Ona görə biz də çalışırıq ki, insanların istirahət hüquqları daha keyfiyyətli təmin olunsun. Aprel ayında çıxan kitablar. Birinci mən yerli müəlliflərdən başlamaq istəyirəm. Çünki bizim bu iki ümumiyyətlə hədəfimiz odur ki, yerli müəlliflərə xüsusi diqqət verək. Onların bəzilərini biz nəşriyyat hesabına nəşr edirik, bəzilərini öz hesablarına da olsa müəyyən güzəştlər tətbiq edirik. Hər halda elə bir qarşılıqlı bir razılaşmaya gəlirik ki, müəlliflər bizdən inciməsinlər, əslində yazmağa davam etsinlər. Yəni istedadları sönməsin, əslində biraz da ilhamlansınlar. Biz bilirsiniz, hüquq nəşriyyatı kimi fəaliyyətə başlamışıq və hüquqa da biz sadiq etibarlıyıq. Azərbaycanın hüquq tarixi Rahib Əkbərovun bəlkə də neçənci kitabıdır, yeni nəşrdən çıxıbdır. Bunları da təqdim edim sizə. Mühafizə üçün, məsələn, çoxlu mühafizə xidmətləri var, amma bu barədə heç zaman kitab nəşr olunmayıb. İlk dəfə Qasım Əliyevin belə bir kitabı var. Şəhla Aslanın Dil, Kimlik, Vətən, Sabir Rüstəmxanlıdan bəhs edən, onun 80 illiyinə həsr olunmuş, onun yaradıcılığını təhlil edən bir kitabdır. Bəxtiyar Vahabzadənin Seçmə Şeirlər kitabını təkrar nəşr etmişik. Burada onun əsas şeirləri öz əksini tapıb. Ümumiyyətlə, Seçmə Şeirlər bir seriyadır. Bu seriyada Azərbaycanın bütün tanınmış şairlərinin kitabları yer alıbdır. Və davam edir bu seriya. Yəqin ki, tanıdığınız, eşitdiyiniz bütün şairlərin kitabları Füzuli, Xəqani, Xətai və müasir Bəxtiyar, Şəhriyar hamısı bu seriyada nəşr olacaq. Gənc yazarların sayı xeyli dərəcədə artıbdır. Ümid edirəm buna süni intellekt də bir vəsilə olub, kömək olubdur. Bundan da istifadə etmək lazımdır, amma ağıllı istifadə etmək lazımdır. Süni intellekti öz yerinizə yox, işlətməyin. Ondan bir köməkçi kimi istifadə edin, amma mütləq şəkildə ona nəzarət etmək lazımdır. Ölümün qanadında Firəngiz Kərimzadənin kitabı, Nazim Tofiqoğlu Bir Təhqirin Cəzası, bunlar yeni kitablardır. Dənizdəki Balaca Rahib Ağaməmmədli, bunlar hamısı gənclərin yeni kitablarıdır. Demək, Şəhla Əmirlinin mənim dostum Elxan Cəfərov haqqında yazdığı çox belə böyük bir kitabdır. Heyrət elədim doğrusu bu kitabı görəndə amma Elxana dəyər, çünki elə uşaqlıqdan kino və sənət aləmində böyüyüb, belə bir göz açıbdır. Həmişə kinolara, həm uşaqlığında, həm gəncliyində, həm də ki, indiki gəncliyində kinolara çəkilir. Elxanı təbrik edirəm. Bu da bizim bir qatqımız oldu onun üçün. Onu ürəkdən təbrik edirəm və sevinirəm onun uğurlarına. Bəzən sənət haqqında belə kitablar nəşr edirik. Azad Qaradərəlinin artıq 13-cü cildi nəşr olunur. Hər ay demək olar ki, bir cildini nəşr edirik. Bu da Zahid Savalanoğlu Bahar Təşəbbüsü kitabı. Burada şeirlər də var, nəsr də var. Belə yerli yazarlardan. Aytən Cəbili, gənc yazardır, 13 yaşı var, səhv eləmirəmsə, mən görüşmüşəm bunun. Kitabının təqdimatı da olacaq. Deməli, aprel ayında çıxan kitabları mən sizə təqdim edirəm. Hələ ki, Azərbaycan müəllifləridir. Baxın, artıq Azərbaycan müəlliflərinin həcmi ümumiyyətlə bizdə artırdı. Əvvəl 10% idi, indi artıq bəlkə də 15-20% bizim nəşriyyatın nəşr etdiyi kitabların həmin o 15-20%-ni, daha çoxunu Azərbaycan müəllifləri təşkil edir. Söz həsrəti bu İsa İsmailzadənin kitabıdır. Nəriman Əbdürrəhmanlı
bunu tərtib edibdi. Nəriman Əbdürrəhmanlı dostlarına sadiq adamdır. O həmişə belə kitablar təqdim eləyir. Natiq Səfərov haqqında da, Aydın Məmmədov haqqında da, bax indi İsa İsmailzadə haqqında da belə bir kitab tərtib eləyib. Bu həm şair idi, həm yazıçı idi, həm senarist idi. Yaxşı da insan idi, tanıyırdım. İlyas Əfəndiyevin ən yaxşı romanlarından biri Geriyə Baxma Qoca. Onun da həddindən artıq çox böyük bir yaradıcılıq yolu var. Demək olar ki, bütün sahələrdə öz qələmini sınayıbdır. Bu da onun yaxşı romanlarından biridir. Və Məzahir Hüseynzadə hələ bu harasıdır. Bu da şeirlər kitabıdır. Amma baxıram, şeirlər çox da deyil. Azərbaycan nəşrində şeirlər azalır, nəsr çoxalır. Bu müsbət haldır. Və gənc yazarların da sayı artıq. Bilirsiniz ki, biz rus dilində və ingilis dilində də kitablar nəşr edirik. Osamu Dazayanın bu ingiliscə çıxan kitabıdır. Bu isə Qarabağla bağlı kitabdır. Bu da ingiliscədir. Yəni konfliktologiya ilə məşğul olanlar, harasa gedəndə Azərbaycanda məlum konfliktlə bağlı bir tədbirlərə gedəndə bu kitabı götürə bilərsiniz. Və rus dilində Dostoyevskinin Slaboya Sertsa bizim bu mini klassika seriyası rus dilində də davam edir, ingilis dilində də, Azərbaycan dilində də. Bu isə Ramiz Fətəliyevin yeni kitabıdır. Burada onun bütün əsərləri toplanıb. Onun haqqında yaxşı sözlər, çox tanıdığınız efirlərdən, filmlərdən gördüyünüz insanların ürək sözləri toplanıb. Özünün də ssenariləri və başqa fərqli yazıları və yəni Ramiz Fətəliyev haqqında bir portret düşünün. Bax o portreti təşkil edən bir kitabdır, yeni kitabdır. Təbrik edirəm. Uşaq kitablarımız da var. Bu Nigar xanımın kitabıdır. Kiko və Dido. Bu əla kitabdır. Belə rəngli, gözəl. Baxın. Biz hər ay hardasa bir 30-40 kitab nəşr edirik hər ay. Ümumilikdə ilə 700-600-dən çox kitab nəşr edirik. Və xatırladım ki, bizim artıq təhsil üzrə bir redaksiyamız da formalaşır və biz belə testlər nəşr eləməyə başlamışıq. Bu 4-cü sinifin Azərbaycan dili və riyaziyyat, müxtəlif sahələr, 9-cu sinif, 8-ci sinif, müxtəlif siniflər üzrə belə testlər nəşr etməyə başlamışıq. Və davam edəcəyik. Bu isə bizim vətən həsrəti, bu da bizim şəhid haqqında kitabdır. Mini klassikada İlk Məhəbbət əladır, çox gözəldir. Turgenevin, gənclər üçün yaxşıdır. Danabaş kəndinin əhvalatları bizim Cəlil Məmmədquluzadənin. Və Orxan Pamukun bu kitab haqqında film çəkilibdir və indi çox oxunan kitablardan biridir. Məsumiyyət Muzeyi. Mən həmişə deyirəm ki, məhəbbət haqqında müasir bir roman oxumaq istəyirsinizsə, mütləq bu kitabı oxuyun. Əladır. Orxan Pamukun yazı üslubunu mən çox sevirəm. Detallı yazır. Sanki bir adama baxır və onun portretini durur qarşısında və onun portretini çəkir. Mənim bu üslubdan çox xoşum gəlir romançılıqda. Bu da Yunesbo'nun növbəti bir əsəridir. Bilirsiniz ki, dünyada dedektiv yazarları arasında Yunesbo'nun imzası ən yuxarıdadır. Ən yuxarıda dayananlardan biridir. Mütləq onun soyuqqanlılığına heyrət edəcəksiniz. Onun dedektiv romanlarını mütləq oxuyun. Və özü həm musiqiçidir, həm də belə yazıcıdır. Ən əsası isə həm də çox gözəl insandır. Biz ondan Norveçdə olarkən yeni kitabının təqdimatında görüşmüşük. Çox böyük çaplı bir yazıcıdır. Və hər il bir romanı yaza bilir. Yəni adam həqiqətən də oturub işləyir. Yazıçılıq əslində mən baxıram bizim də yazıçılar yazırlar. İndi bir kitab yazandan sonra yazıcı, şair filan. Amma yazıçılıq bir fabrik kimi istehsalatdır da. Yəni hər gün
qalxıb, oturub, yazmaq, çevirmək, redaksiya eləmək, bu böyük bir zəhmətdir. O zəhmət çəkən insanlar həqiqətən də böyük uğurlara imza ata bilirlər. Bu da Dostoyevskinin ədəbi ər. Bilirsiniz ki, Qırmızı Klassika seriyamız davam edir. O seriyada Jack Londonla Dəmir Daban və Maria Remark, Maria Remark, 3 yoldaş. Bunlar bəziləri artıq təkrar nəşrlərdir, amma yenə də buraxırıq da. İtirilmiş Adlar kitabı, bu çox yaxşı satılır. Bir ayın içərisində bu kitab belə gözləmədiyimiz yerdə çox satılmağa başladı. Hər bir kitabın öz taleyi var da. Bir də görürsən ki, onlar bizdən asılı oldu, olmadı. Bəzisini biz çox tanıtmağa çalışırıq, belə danışırıq, amma bəziləri elə özü-özünü tanıda bilir. Bu şansa bağlıdır da. Bizi ən narahat eləyən mövzulardan biri valideyn-övlad münasibətləridir. Narahatlıq problemi olan uşağa kömək kitabı. Bu valideynlər üçün bizim uşaqlarımızın hamısı çox narahatdır. Amma o narahat uşaqlarla da dil tapmaq mümkündür bu kitabların vasitəsilə. Mütləq valideynlər uşaqların tərbiyəsindən bəhs edən kitablar oxusunlar. Çox kömək eləyir, həddindən artıq. Uşaq kitablarımız dedik. Baxın, Astrid Lindgren 3 kitabı mütləq şəkildə 9-10 yaşlı uşaqlar 8-dən yuxarı sərbəst şəkildə oxuya bilərlər bu kitabları. Bəzən məndən soruşurlar. Məsələn, 9-10 yaşlı, 12-13 yaşlı uşaqlar nə oxusunlar? Bu kitablar Kozetdə həmən yaşlı uşaqlar üçündür. Bizim ən böyük bəzən problemlər, xüsusən ailədəki problemlər çoxu məişət zəminində olur. Çalışın, xırda şeyləri dərd etməyin. Mütləq şəkildə sadə, xırda məsələləri böyük mübahisələrin səbəbi kimi dəyərləndirməyin və ona fikir verməyin. Xırda şeylərdən uzaq olun, hər şey qaydasında olacaq. Bu belə bizim ay ərzində ən yaxşı kitablardan biri də bax bu kitabdır, buraxdığımız Nexas kitabı. Bilirsiniz ki, bu dünyada bestsellerdir. Sapiens kitabının müəllifidir və 5 kitab yazıb və hər birisi dünyanın, bu kitab digital dünyadan bəhs edir. Digital dünyanın gələcəyi necədir? Süni intellektdən bəhs edir və bu süni intellekt bizi hara aparır, necə olacaq? O bizi məhv edəcək, yoxsa biz onu sona qədər idarə edə biləcəyik? Ondan bəhs edən bir kitabdır. Mütləq şəkildə bu mövzu maraqlanan insanlar bu kitabı oxusunlar. Ümumiyyətlə, dünyada bu çox ağıllı insanların sırasındadır bunun adı. O yuxarıda gəlir, həmişə böyük bir konferanslarda, tədbirlərdə həmişə çıxış edir. Və qiymətli bir insandır, qiymətli bir beyinə sahibdir. Mütləq şəkildə onun kitabını oxuyun. Harari Nexas. Və bu Yunus Xəlilovun Dünya Görüş Atlası. Yunus da gözəl bir insandır, hüquqşünasdır, yaxşı hüquqşünasdır. Naxçıvanda yaşayır və daim belə hüquq üzrə, dünya görüşü üzrə, özünün inkişafla bağlı belə kitablar hazırlayır, kitablar nəşr edir, kitablar yazır. Onu təbrik edirəm, tanış ola bilərsiniz. Və mənim çox, bilirsiniz, mən bu özünün inkişaf kitablarına xüsusi dəyər verirəm. Çünki əmin olun sizə, yaxın qohumlar insana bir dəfə kömək eləyə bilər, 2 dəfə kömək eləyə bilər, bir dost da kömək eləyə bilər. Amma sizə ən yaxşı kömək edən, oxuduğunuz, düzgün seçim etdiyiniz kitablardır. Mütləq şəkildə kitab oxuyun. İş qurmağa, həyatınızı düzgün qurmağa, istədiyiniz bir nailiyyəti əldə etməyə, istər hansı sahədə olursunuzsa olun. Bərnasınız, ustasınız, tacirsiniz, nə olursunuz olun. Amma mütləq şəkildə həyatınızda kitabın yeri olsun. Kitab oxuyarsınızsa gördüyünüz işin dəyəri çox qalxar. Hətta siz bir taksi sürürsünüzsə, yanınızda kitab varsa, boş vaxtınızda kitab oxuyursunuzsa, bu da sizə dəyər gətirər sizin biznesinizə, sizin həyatınıza. İndi bu kiçik vərdişlər kitabı əslində ona görədir. Ola bilər ki, siz həyatınızda bir şeylər etmək istəyirsiniz, amma edə bilmirsiniz. Vaxtınız deyirsiniz yoxdur, çox işləyirsiniz, yorulursunuz və s. imkanınız çatmır. Amma bu kitab sizə mütləq şəkildə kömək edəcək. Xırda-xırda istədiyiniz həyatınızı
dəyişə bilərsiniz. İstədiyiniz həyatınızda nə istəyirsinizsə, nə arzu edirsinizsə, onu əldə edə bilərsiniz. Bu kitab onu sizə mütləq şəkildə göstərəcək o yolu. Belə bir kitab bu ümumiyyətlə çox yaxşı kitabdır. İnsan vücuduna səyahət. Bu populyar tip mütləq şəkildə oxunmalıdır hər adam tərəfindən. Yəni çox sadə şeyləri biz bilməliyik. Bilməliyik ki, bədənimizi tanıyaq və ona diqqətlə qulaq asaq. Onu da çox incitmək olmaz. Lazım gəldiyi halda həkim müdaxiləsinə şərait yaratmalıyıq. Getməliyik həkim müdaxiləsinə. Osho, Tale, Azadlıq, Ruh. Bu da bunu təqdim eləməyə ehtiyac yoxdur. Çoxdan çıxmış, təkrar çıxırdı. Sigmund Freud, çalışırıq onun bütün əsərlərini nəşr edək Azərbaycan dilində. Çünki o bir etapdır elmdə. Bu seksuallığın psixologiyası kitabıdır. Ümumiyyətlə psixologiya ilə maraqlananlar mütləq şəkildə onu və sosial psixologiya özündəki bu peşəkar bu işlə məşğul olanlar o kitaba müraciət edə bilərlər. Burada ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi. Bu bizdə tamamilə yeni kitabdır. Musiqinin qısa tarixi. Bu qısa tarix seriyası bizdə davam edir. Musiqi var, iqtisadiyyat var, incəsənət var, dil var, din var, mifologiya var. Yəni bu seriya davam edir, əla bir seriyadır. Çalışın, ümumiyyətlə, necə deyim, kim məlumatlı yaşamaq istəyirsə, onun kitabxanasında bu kimi kitab, yəni pedaqoqsuz, müəllimsiz, həkimsiz, bir idarədə işləyirsiniz, biznesmensiz və s. Bu kitablar bəzən əlini atırsan, oradan elə bir gözəl məlumat oxuyursan ki, o sənin həyatında tamamilə belə sanki bir rəng qatır. Jim Kwik, mən bunun həyat hekayəsini oxuyandan sonra bu onun kitabını nəşr eləməyi düşündüm. Bu ümumiyyətlə yaddaşı təzələməyin, yaddaşı qorumağın, gördüyün, oxuduğun bir şeyləri yaddaşda saxlamağın yolunu öyrədən əla bir kitabdır, mükəmməl bir kitabdır. Mütləq şəkildə oxuyun. Kafkanın Milenaya məktublar kitabı təkrar nəşrdir, görün. Və eyni zamanda Stephen Kingin Kerri. Bu Kerri yəni bu çox sürətlə satıldı. Stephen Kingin çox böyük kitabları var. O kitabı nəhəng bir kitabdır. Amma Stephen Kingi tanımaq istəyirsinizsə, elə böyük kitaba getməyin, bunu oxuyun. Görün, məsələn, insanın çox sadə problemi, amma heç zaman görmək istəmədiyimiz bir məsələləri yazır və bizi belə bir dəlicəsinə öz provokasiyasına cəlb edə bilir və sən onu oxuya bilirsən. 13 yaşlı, 12 yaşlı bir qızın hekayəsini anladır bu. Çox gözəl bir kitabdır, şiddətlə tövsiyə edirəm. Aprel ayında Qanun nəşriyyatında buraxılan kitabları sizə təqdim etdim. Mən Şahbaz Xudoğlu. Görüşərik. Uğur olsun sizə.